Əvvələn onu deyim ki, Ramiz Mehdiyevə irəli sürülən o maddələr ki var, orada o üçüncü maddə mənə gəlir ki, gizli maddə deyildi. O elə zamanında, yəni ki, o sahibkarlıq, əmlak, əmlakın əldə edilməsi qanunsuz yollarla, bu zaman-zaman mətbuatda gedibdir, bu barədə xəbərlər vardı. Sadəcə olaraq burada siz deyən kimi ki, digər ki, məsələn ki, dövlət çevrilişi və hakimiyyəti zorla əldə etmək. Bax, bu məsələlərdə çox fikirləşsə və burada xeyli suallar çıxır ortalığa. Suallar bilirsiz nədən çıxır? 87 yaşlı adamın bu iddiası, yəni bilirsiniz, birdən-birə nədən bu irəli gəlsin və istinad elədiyi ölkənin də buna nə dərəcədə inanacağını ən azı gəlin etiraf edək də, dövlət təcrübəsi var, dövlət idarə etməsində kim inana bilər ki, xalq tərəfindən sevilməyən, yəni ki, faktör bu hadisələrə görə yox, ümumiyyətlə sevilməyən, heç bir dayağı olmayan, təşkilatlanmış siyasi qüvvəsi olmayan, təşkilatlanmış siyasi qüvvəyə, yəni Azərbaycanda ən azı təşkilatlanmış Rusiya yönümlü siyasi qüvvə mən hesab edirəm ki, yoxdur. Bunu olmayan və ətrafında da elə bir belə də böyük qüvvələr olmayana bu necə fikirləşirsiniz ki, qarşıdakı o dövlət, yəni Rusiya buna nə dərəcədə inanacaqdır? Sizcə ətrafında böyük qüvvələr yoxdur? Yox, böyük qüvvələr yoxdur. Ola bilsin fərdlər olsun. Amma ən böyük qüvvə xalqdır. Xalq da yoxdur. Yoxdur, yəni. Və təşkilatlanmış siyasi qüvvə yoxdur. Yəni ki, deyək ki, bir siyasi partiyamı, bu məsələdə yoxdur. Bu iddia, o hakimiyyət uğrunda mübarizə sadəcə olaraq içəridə o hakimiyyət uğrunda o dövlət ümumiyyətlə vəzifə elə bir şeydir ki, o zamanında belə bir aqillərin bir sözü vardı. Çəkir də, uzaqlaşdırırsan, amma o yenə də qayıtmaq istəyir həmən vəzifəyə. Tək onu görəndən sonra. Bax, onun içində o ambisiya vardı. Biz zaman-zaman görmüşük də, misal üçün 88-ci ildə vəzifədən çıxarılır, gedir və bir də yenidən qayıdır müxtəlif vəzifələrə. Yəni, hər dəfə cəlb eləyiblər idarəçiliyə. Yəni, ona görə adamda təəccüb doğurur ki, hakimiyyət uğrunda birdən-birə, yəni ki, belə hansı iddia ilə əsasın olmayan, yalnız deməli bircə dənə iddiası olub onun gücü, Rusiya dövlətinə inansın. Vəssalam. Çünki daxildə gücü yoxdur. Ona görə də hiss elə bilir ki, məsəl üçün Rusiya burada çevriliş eləyə bilər və bunu və onun ətrafında indi dəqiq siyahı yoxdur və hətta deyirlər ki, şura yaradacaqmış, o şurada kimlərsə olacaqmış. Təbii ki, bunlar istintaq gedir. Bu mətbuatda gedənləri yox, rəsmilər çıxandan sonra deyə bilərik, biz fikir bildirə bilərik. Yəni, o qədər inandırıcı deyil də, yəni ki, daxildə heç bir qüvvəyə əsaslanmırsan, sən yeganə əsaslanırsan Rusiya. Ən az onu bilməliydik ki, Rusiya dövləti öz maraqlarına naminə zaman-zaman nəinki Azərbaycandan qaçıb ora sığınanları, hətta başqa postsovet məkanından qaçıb sığınanları Rusiya öz maraqları naminə veribdir, təhvil veribdir. Yadınızdadırsa elə bizdə də 93-cü il, 94, 95-ci illərdə burada qaçıb gedənlər vardı. Ya o belə yalancı üsyanlar eləyənlər, güya inqilab eləyənlər, çevriliş eləmək istəyənlər. Bunu Rusiya hamısı bir-birini geri qaytardı. Yəni verdi. Rusiya öz maraqları naminə bunu geri qaytardı. Bunu ən azı bunu hesablamalıydı, bilməliydi ki, 87 yaşlı adama Rusiya sonuna qədər inanası deyil. Ən azı bunu da bilməliydi. O ki, qaldı təhlükəsizlik məsələləri, siz girişdə söz dediniz ki, indiki informasiya yayılıbdır ki, ailə üzvləri çıxışına qədər. Burada nə ki, ailə üzvləri? Birisi, bu təbii olan məsələdir. Yəni ki, çünki bilirsiniz necədir? Söhbət təkcə, bax, o dövlət çevrilişi maddəsinin, hakimiyyəti əldə tutmaq məsələsinin deyil. Digər məsələlər də var, ona görə də mən hesab edirəm ki, bu düzgün addımdır. Amma yenə də deyirəm, burada Pənah bu yaxınlarda, bu günlərdə bir yaxşı bir söz dedi ki, dövlət, yəni ki, rəsmiləri bu istiqamətə xalqa bir rəsmi məlumatı ən azı biraz tez-tez verməlidirlər. Adətən biz görmüşük də ki, hansısa bir gərgin cəmiyyətin diqqətində olan məsələləri ən azı gündə bir dəfə çıxıb bir məlumat verərlər. Yazılır mı? 44 düz deyim, bunu müqayisə eləmirəm. 44 günlük müharibədə hər gün Müdafiə Nazirliyindən bir şəxs çıxırdı, mətbuat xidmətindən vəziyyət necədir xəbər verirdi də rəsmi şəkildə. Mən hesab edirəm ki, burada da ən azı demirəm, hər gün olmasa da müəyyən bir müddətdən bir artıq informasiya verilməyi cəmiyyəti belə də ki, yayındırmaz digər məsələlərə, hətta birdən tamamilə fərqli adamlara çıxartmaq, məsələn, kimsə kimləsə xoşu gəlmirsə, bu saat az qala istəyir onun adını salsın ora. Yəni ki, bu da var orada, bu da var, amma ola bilsin ki, yoxdur. Ona görə də rəsmi informasiyalar bizim üçün daha etibarlı mənbədir.